Salam, mən Əsmər Nadirova. 24 may blok fənnindən tarix fənləri suallarına baxacağıq. 31-ci suala baxaq. 31-ci sualda deyir ki, 7-ci əsrin 40-cı illərindən fərqli olaraq 600, yəni 50-ci illərə aid olan bir hadisəni götürəcəyik. Albaniya dövləti üçün olsun. Deyir, Xəzər xaqanlığı ilə müqavilənin imzalanması. Xəzər xaqanlığı ilə müqavilənin imzalanması əslində bu deməli 40-cı illərə düşür, 50-ci illər deyil. Xilafətə verilən vergilərin 1/3 qədər azalması, Cavanşirin Şam və Dəməşq şəhərinə getməsi ilə nəzərdə tutulur. Bu da 60-cı illərə aiddir. C bəndində deyir, daxili müstəqilliyin ləğv edilməsi. Xeyr, D bəndində Bizans İmperatoruyla Konstantinin, yəni ittifaqın yaradılması. Bu 654-cü ilə düşəcək cavabımız D variantıdır. Düzgün cavabdır. 32-ci sualda Roma sərkərdəsi Pompeyin Albaniyaya hücum etməkdə məqsədi. A variantda deyir, Hindistanla Qara Dəniz yollarını birləşdirən ticarət yolları ələ keçirməsi. Afərin. Cavab burada da A variantı olacaqdır. 33-cü sualda NATO üzv olması, konstitusiya qəbul edilməsi, Avropa İttifaqı birliyin yaradılmasında iştirak verilməsi. Verilənlərin hər üçü hansı dövlətin 2-ci Dünya müharibəsindən sonraki tarixinin ümumi cəhətidir? Burada cavab B variantı götürülüb. Fransa və Almaniya Federativ Respublikası üçün oxşarlıq təşkil edir. Bəli, elə cavabımız B variantı olacaqdır. Bu da doğrusu cavabdır. 34-cü sualda hadisələrin hansılarının yerini dəyişdikdə düzgün xronoloji ardıcıllıq yaradıb. Pişvərinin başçılığı ilə milli hökumətin yaradılması 1945-ci il. Xiyabaninin başçılığı ilə milli hökumətin yaradılması 1920-ci ilin iyunu olacaqdır. Dünyada ilk dəfə olaraq Azərbaycanca açıq dənizdə ilk neftin çıxarılması 1949-cu il. Azərbaycan SSR-də konstitusiya dövlət dininin Azərbaycan dili olması haqqında maddə əlavə edilməsi 1956-cı ildə olur. Burada variantların yerini dəyişsək, deməli 1 və 2, 1-də olacaq 1945, 2-də 1920. Bəli, 1 ilə 2-nin yerini dəyişsək A variantı düzgün cavabımızdır. 35-ci sualda Xəzər xaqanlığından fərqli olaraq Uyğur xaqanlığı. A variantında deyir, 7-ci əsrdə meydana gəlməsi. Xəzər xaqanlığı və Uyğur xaqanlığı hər ikisi. Deməli, biz Xəzər xaqanlığından fərqli olaraq Uyğuru götürməliyik. Deyir ki, 7-ci əsrdə meydana gəlməsi, Uyğurlar 744-də meydana gəlib. Yəni, bu Uyğurlara aid deyil. Uyğur 8-ci əsrdədir, Xəzər də 7-ci əsrdə. A variantını götürməliyik. B bəndində deyir ki, Sasani dövlətinə qarşı mübarizə aparmışdır. Uyğur xaqanlığının Sasanilərlə mübarizəsini deməmişik. C bəndində deyir, Çin imperatorundan ipəklə xərac alınması. Bəli, burada cavabımız deməli C olacaq. Çin imperatorundan ipəklə xərac almaq Uyğur dövlətində var idi. C-ni götürəcəyik. Xəzər xaqanından oxşar deyil. Qaraxanlı dövlətin Ərəb xilafəti ilə mübarizə aparması. Qaraxanlıların Ərəb xilafəti ilə mübarizəsi biz belə bir fikir söyləməmişik. B bəndə 11-ci əsrdə 2 yerə parçalanması 1042-ci ildə parçalandı. B bəndini götürəcəyik. Göytürk xaqanlığının parçalanması nəticəsində yaranması. Qaraxanlıda heç bir elə fikrimiz yoxdur. 1-ə C, 2-yə B bəndi E variantı. Sonra götürək 6-cı suala. 36-cı suala. Sxemi tamamlayan Azərbaycanda xilafət dövründə vergilər. Xilafət dövründə deməli xərac və cizyə E variantıdır. 37-ci sualda 19-cu əsrin 2-ci yarısında Şimali Qafqaz və Mərkəzi Asiya tarixinə aid olan ümumi cəhət. Deyir, Osmanlı dövlətinin tərkibinə daxil edilməsi. 19-cu əsrin 2-ci yarısı Şimali Qafqaz və Mərkəzi Asiya A variantı ola bilməz. Osmanlı dövlətində elə bir fikir deməmişik. Hərbi dini dövlətin, imamətin yaradılması bu Mərkəzi Asiya üçün xarakterikdir. Pyotr Slopinin torpaq islahatının keçirilməsi və D variantında Rusiya dövləti tərəfindən işğal edilməsi. Bəli, Rusiya dövləti Şimali Qafqazı 1864-cü ildə işğal edibdir. Mərkəzi Asiyanı isə 1894-cü ildə işğal edib. Burada da düzgün cavab D variantıdır. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov və Hüseyn xan Naxçıvanski hər üç şəxsin Eyler-Venn diaqramda müqayisəsi bizim üçün tələb olunur. Rusiya çarının yeganə müsəlman yavəri olması. 1-ə gedəcək. Daha doğrusu bu gedəcək 3-ə. 3-ə gedəcək. Hüseyn xan Naxçıvanski 3-ə A. Sonra 1-ci Dünya müharibəsinin Rus ordusunda xidmət etmələri. Bu təbii ki oxşarlıq olacaqdır. 4-ə B gedəcəkdir. Sonra Rusiya paytaxtın toplarla müdafiəsinin təşkil edilməsi bizə gedəcəkdir. Bu Əliağa Şıxlinskidir. 1-ə C. Daha sonra döyüş sücaətinə görə brilyantla bəzədilmiş Georgiya mükafatına layiq görülməsi. Bu heç birisinin aidiyyatı yoxdur. Sonra
Göğüş şücaətinə görə biləndə heç birinə getməyəcək də. Birinə, daha doğrusu Səməd bəy Mehmandarova gedəcək. Səməd bəy Mehmandarova gedəcək. İlk Azərbaycanlı hərbi təyyarəçi olması. Fərux Ağaqayıbov idi təyyarəçimiz. Bu da heç birinə getməyəcək. Deməli C, E, B, A, o da hardadır? D variantındadır. Sonra 39-cu sualı 13-cü əsrin 30-cu illərin sonu, yəni 1239-dar və 50-ci illərin ortaları Azərbaycan tarixinin oxşar cəhət yazmışıq ki, Qızıl Ordu A variantı yazılıb ki, Qızıl Ordu xanı Toxtamışın yürüşünə məruz qalması 1250-ci illər. Xeyr. Toxtamış nə gəzirdi? Əmir Teymurun Canişinlər tərəfindən idarə olunması, Cəlalilər dövlətinin hakimiyyətinin qəbul edilməsi. E variantında da yazır. Ali Monqol xaqanlığının canişinləri tərəfindən idarə edilməsi. Ali Monqol xaqanlığının canişinləri 1239-dan 1256-cı ilə qədər idarə edibdir. Yəni düşür. E variantı burada doğru cavabdır. Xəritədə rəqəmlərlə verilən ərazilər üçün doğru olmayan fikri müəyyən et. Doğru olmayan istəyir bizdən. Deyir ki, Bizans imperiyasının paytaxtı olması. Deməli, 1 İspaniyadır, 2 İtaliya ərazisi, yəni Romanı götürəcəyik. 4 Konstantinopoldur. Sonra 3 haradır? Misirdir. Deməli, bizdə deyir ki, Bizans imperiyasının paytaxtı olmuşdur. Xəritədə rəqəmlərlə verilən ərazilər üçün doğru olmayan. Doğru olmayan. Burada 1-ə yazır ki, Bizans imperiyasının paytaxtı olmuşdur. Daha doğrusu 4'dür bu, 1 deyir. Bizans imperiyasının paytaxtı həqiqətən Konstantinopol olub. B bəndində deyir ki, 3 üçün. Bizans imperiyası üzərində qələbə nəticəsində Ərəb ordusu tərəfindən fəth edilmişdir. Söhbət burada gedir Misirdən. Bizans imperiyası üzərində qələbə nəticəsində Ərəb tərəflə bəli 7-ci əsr idi. B doğrudur. C-də deyir ki, 2 üçün. Frank hökmdarı Hlodvig tərəfindən işğal olunmuşdur. Burada düzgün cavab elə C variantı olacaq. Çünki Frank hökmdarı Hlodvig tərəfindən işğal olunması, Hlodvig, yəni Romanın işğalı, İtaliyanın işğalı yox idi. D variantında 8-ci əsrin əvvəlində Ərəb qoşunları 711-ci ildə İspaniyanı tutmuşdu. Var. Y variantında deyir Bizans imperatoru Justinian tərəfindən işğal edilmişdi. Yəni Şimali Afrika əraziləri nəzərdə tutulur. Vandal krallığının işğalı filan. Bu Y variantı doğru fikirdir. Növbəti sualımız 41-ci sualdır. Deyir 17-ci əsrdə baş vermiş Səfəvi-Osmanlı müharibəsinə aid deyil, aid olmayan. Yəni 1600 neçələrə aid olmayan bir hadisəni deyəcəyik. Şah 1. Abbasın Təbrizi azad etməsi. Təbrizin azad edilməsi 1603-cü ildədir. Sufyan adlı yerdə döyüşün baş verməsi, Sufyan döyüşü 1605. Səfəvi dövlətin Hörmüzü azad etməsi. C variantında Səfəvi dövlətin Hörmüzün azad edilməsi çox gözəl taktiki sualdır bu sual. Deməli, Səfəvilər həqiqətən 1621-ci ildə Hörmüzü azad edibdir. Ancaq bu Səfəvi-Osmanlı müharibəsinə aid idimi? Bəli, xeyr, aid deyildi. Düzgün cavab C variantı, super sualdır. Çox xoşladım. 42-ci sual. Azərbaycan Xalq Cümhuriyyətinə aid hadisə və nəticə əlaqələrin uyğunluğunu müəyyən edin. Müəssisələr Məclisinə seçkilər haqqında əsasnamənin qəbul edilməsi, parlament fəaliyyətə başlaması. Xeyr. Deməli, parlamentin fəaliyyətə başlaması. Əslində, məsələ məclisinə seçkilər haqqında əsasnamə qəbul olunur, amma Sovet işğalı ilə əlaqədar məclisə seçkilər keçirilmir. Parlamentin bununla heç bir əlaqəsi yoxdur, bir olmayacaq. 2 də deyir, Bakının işğaldan azad edilməsi, Milli Şura fəaliyyətini dayandırması aidiyyatı yoxdur. 1-dən 2 getdi. Cavabımız böyük ehtimal 3-4 C variantı olacaqdır. 43-cü sualına davam edirik. 19-cu əsrin 50-ci illəri Şimali Azərbaycan tarixi üçün səciyyəvidir. Yəni 1850-lərə baxacağıq. Təhkimçilik hüququnun ləğv edilməsi. Azərbaycanda təhkimçilik olmayıb ki, onda ləğv edilər. A variantı getdi. Dövlət kəndlərinin köçmə hüququnun ləğv edilməsi 1853-cü ildə olacaq. Cavabımız elə B variantıdır. 44-cü sualda 16-cı əsrin ikinci yarısı Osmanlı dövləti üçün səciyyəvidir. Yəni 1500 neçələrdən söhbət gedir. Səfəvi dövləti ilə yeni müharibənin başlaması, Səfəvi dövləti ilə ikinci Osmanlı Səfəvi müharibəsindən söhbət gedir. 1578-1590-cı illər. Cavabımız A variantıdır. 45-ci sualda deyir, 2-ci Qarabağ müharibəsi Vətən müharibəsi dövrünə aid deyil. Hadrut qəsəbəsinin azad edilməsi aiddir. Qarabağ mücrüsü adlanan plan nəticəsində ordumuzun canlı qüvvə etkisini minimum endirməsi aiddir. Aldadıcı taktikayla Ermənistan hava hücumundan müdafiə sistemini məhv edilməsi bu da aiddir. D variantında deyir, BMT Təhlükəsizlik Şurasının ölkəmizin əleyhinə qətnamə qəbul etməsi. Əslində istəyirlər, amma qoşulmama hərəkatı buna icazə verməyəcəkdir. Deməli, sonra gəldik 46-cı suala. Eradan əvvəl 4-cü milliyin sonunda qədim Misirdə vahid dövlət yarandı. Yuxarı Misirin aşağı Misirdə qələbəsi nəticəsində. Ta bundan asan sual biz nə deyə bilərik? Əlbəttə ki, A variantındadır.
Rahat sualdır. 47-ci sual. Xəritədə ərazisi ulduzla qeyd olunmuş rayona aid olan müəyyən edin. Söhbət burada Kəlbəcərdən gedir. Ərazisində paleolit dövrünə aid qədim abidələrin yerləşməsi. Bəli, biri götürəcəyik. 8 noyabr 2020-ci ildə Azərbaycan ordusu tərəfindən düşmən işğalından azad edilməsi. Yəni 8 noyabrda Kəlbəcər yox, Şuşa işğaldan azad edilmişdir. 2 çıxacağıq burada variantlardan. Ərazisində Orta Tunc dövrünə aid Göytəpə şəhər tipli yaşayış məskəni Göytəpə Urmiyadadır. 3 də gedəcəkdir. Sonra ərazisində Erkən Tunc dövrünə, deməli bir düzgün cavabdır. 2 ilə 3-ü çıxırıq. Ərazisində Erkən Tunc dövrünə aid Sərkərtəpə abidəsi yerləşməsi, xeyr. 2020-ci 25 noyabr, bəli. Cavabımız bəli. 1-5 C variantı düzgün cavabdır. 48-ci suala baxaq. Qaraqoyunlu hökmdarı Qara Yusif və Səfəvi şahı 1-ci Təhmasibin oxşar cəhədi. Qara Yusiflə Səfəvi şahı 1-ci Təhmasib Şirvanşahlar dövləti ilə müharibə aparması. Qara Yusifin Şirvanşahlarla müharibəsi 1412-ci il, Səfəvi 1-ci Təhmasib isə Şirvanşahları ilə süquta uğratmışdı 1538. Daim bundan rahat sual nə deyək? 49-cu sualına davam edirik. Deyir ki, əsası Kəngərli tayfasının başçısı tərəfindən qoyulmuş bu xanlıq Zəngəzurdan Araz çayvasına qədər olan əraziləri əhatə etmiş. 80-ci illərində xanlıqda hakimiyyət uğrunda mübarizə daha da güclənmiş. 2-ci Rus-Qacar müharibəsi zamanı Rus qoşunları tərəfindən işğal edilmiş. Mətndə haqqında bəhs edilən xanlıqla İrəvan xanlığının ümumi cəhətini müəyyən edin. Kəngərli biz kim demişdik? Naxçıvan Heydərqulu xan tərəfindən əsası qoyulmuşdu. Biz Naxçıvan xanlığı ilə İrəvan xanlığının ümumi cəhətini müəyyən edəcəyik. Müəyyən müddətdir Qarabağ xanlığından asılı vəziyyətdə qalmışdır. Naxçıvan və İrəvan. Uşaqlar, biz bunu Qarabağ xanlığından asılı olan xanları biz inək kodu ilə yadımızda saxlayırdıq. İ, N, Ə, G. Burada İ'miz bizim, deməli İrəvan idi, N'ımız bizim Naxçıvandır. Avtomatik bir düzgün cavabdır. Götürəcəyik. Rusiya və Georgiyevsk müqaviləsinin imzalanması 1802-ci ildə burada Quba xanlığı filan idi, Lənkəran xanlığı idi. 2-ni çıxacağıq. Keçmiş Çuxursət Bələbəliyin ərazisində mövcud olmuşdu. Tamamilə doğrudur. Türkmənçay müqaviləsindən Qacarların tərkibində qalmışdı. Türkmənçay da xeyr. Bu səhv variantı 1, 3, cavabı C variantıdır. Afərin, hələ ki bütün sualların hamısı düzgün gəlir. 50-ci sualına davam edək. Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın fəaliyyətinə aid deyil. Məhəmməd Cahan Pəhləvanın fəaliyyəti. İri Səlcuq əmirlərinin müqavimətinin qırılması, Sultan Beybəndə sultan titulunu qəbul edilməsi aid deyil. Əlbəttə ki, Beybəndə olacaqdır. Çünki bu Qızıl Arslana aid idi 1191. 51-ci sualına davam edək. 51-ci sualda düzgün cavabımız uşaqlar 2 ilə 5 olacaqdır. Mətni özünüz oxuyub dəqiq əmin ola bilərsiniz. Bizim çox təəssüf olaraq ki, YouTube videom 15 dəqiqədən artıq çəkə bilmirdiyin izahını ətraflı verə bilmirəm. Amma düzgün cavab D variantıdır. 52-ci sualda Heydər Əliyevin 1-ci prezidentlik dövrü 1993-98 nəzərdə tutulur. Deməli, milli valyuta manat 1992-də Heydər Əliyevin dövrünə düşmüş. Strateji əhəmiyyətli Horadiz qəsəbəsinin azad edilməsi 94-2-ni götürəcəyik. Torba islahatı haqqında qanun 1996-3-ü də götürəcəyik. Cavabımız B variantıdır. 53-cü sualda hadisə nəticə əlaqəsinin doğruluğunu istəyir bizdən. 1711-ci Purus çayı sahilində sülh müqaviləsi imzalanması, Rusiya Azov qalasının Osmanlı dövlətinə qaytarılması 1-i götürəcəyik. 1783-də Parisdə sülh müqaviləsinin imzalanması, İngiltərə ABŞ müstəqilliyini tanıdı. Paris sülh konfransında ABŞ-ın müstəqilliyini bəli tanıyacaqdır. 1-i 2-ni götürürük. Niyezbi döyüşü 1645 ABŞ istiqlaliyyət bəyannaməsinin əlaqəsi yoxdur. 2-ci Yekaterinanın hakimiyyətə gəlməsi, Rusiyada mütləqiyyət quruluşu zəifləməsi xeyir və 1 deməli 2 götürdük. 17-ci əsrdə 30 illik müharibənin baş verməsi, Qərbi Avropada üstünlük İspaniyadan Fransaya düşməsi, bəli 5-i də götürəcəyik. Burada cavab 1, 2, 5-dir. Neolit və Enolit dövrlərinə aid oxşar cəhət. Əkinçilikdə toxadan istifadə edilməsi 1-i götürürük. İlkin şəhər mərkəzləri təbii ki, Tunç dövrüdür, götürməyəcəyik. Saslı qabların hazırlanması 2-ni də götürürük. Daha doğrusu 3-ü götürürük. Süni suvarma sistemləri Tunç dövrüdür, götürmürük. Təsərrüfatda daş alətlərdən istifadə, bəli 5-i də götürəcəyik. Cavab 1, 3, 5. 56-cı sual xronoloji ardıcılıq istəyir. Şirvanşahlar dövlətinin paytaxtının Bakıya köçürməsi 1192, Böyük Səlcuq dövlətinin paytaxtının Reş şəhərinə köçürməsi 1043, Teymurlər dövlətinin paytaxtının Herata köçürülməsi 1447-dir bu. Osmanlı dövlətinin paytaxtının Bursa şəhərinə köçürülməsi 1326. Xronologiyada düzgün düzülübdür. 57-ci sual. Uyğunluğu müəyyən edin. Otluq beli döyüşü, Mərv döyüşü. Osmanlı dövləti deməli, söhbət qalib gəlməsindən gedir yəqin ki. Osmanlı dövləti bəli, Otluq belində qalib gəlib. Qaraqoyunlu dövləti qalib gəlməsi
Deməli, burada Qaraqoyunlu dövləti heç birində qalib gəlməyibdir. Bu döyüşlərə aidiyyatı yoxdur. Səfəvi dövləti qalib gələcək 1510 Mərv döyüşündə. Ağqoyunlu dövləti qalib gəldi. Deməli, Otluq belinə gedəcəkdir. 1-ə A-dır, 2-yə də C variantı. Cəlali dövlətinin aidiyyatı yoxdur. Situasiya.